Deyirlər ki, geydir. Buna ümumiyyətlə necə münasibət bəsləyirsən? Vallahi onu mən özüm şərait yaratmışam mənim üçün elə desinlər. Nəyə görə şərait yaratmışam? Çünki bu mən özümə çox arxayınam. Ona görə mən sənə desəm ki, mənim həyatımda indiyə qədər bir dənə kişi olmayıb. Seks olmayıb. Mən sənə açığı deyim. Aseksualsan ha? Hə, ya olmayıb da istəmirəm. Ürəyim istəmir. Mənim də 50 yaşım var. Qadın da olmayıb. Olmayıb, heç nə olmayıb məndə. Hissiyyətim yoxdur. Heç kimə qarşı hissiyyətim yoxdur. Amma bu cür geyimlərdən bilirsən ki... Xoşum gəlib isə nə? Xoşum gəlir ki, qəşən oğlan görüm. Deyim, ayda, nə qəşənsən, nə maraqlısan. Axşam atırsan. Bəlkə gedək harasa. Gedən deyirəm ha, amma deyirəm. Qəşən qadının da vurğunuyam. Baxıram, üzün hamadır da. Deyirsən ki, ay Allah, Allah səni necə gözəl yaradıb. Amma qadına hissiyyətim yoxdur. Amma sənin gözəlliyinə hissiyyətim var. Deyirəm, ayda, nə gözəl. Amma sənə qey deyəndə acığın gəlmir? Yox. Bilirsiniz, insanlar həmişə, mən özüm povud yaratmışam. Ki, insanlar mənim haqqımda belə düşünsünlər.